Salam. 9 aprel 2023-cü ildə 9-cu sinif din buraxılış imtahana düşmüş ingilis dili suallarının izahına baxacağıq. Demək, birinci suala baxırıq. Birinci sualda A variantı birinci tərəfinə görə səhvdir ki, mən kökündən dəyişən isimdir. S apostrof yazıblar. Ona görə səhvdir. Dəqiqə. S apostrof. Mən. Bu qalsın. Üçüncüdə C də səhvdir. C də başlanğıcına görə səhvdir. D də səhvdir ki, zaten kökündən dəyişib cəmlənibdir. S apostrof yox, apostrof S olmalıydı. D getdi. A ilə, dayanacağım. B ilə E qaldı. B ilə E qaldı. Burada da apostrof S yoxdur. Məndir. Cavab da E variantıdır. Sonra burada bread var. Bread də sayılmayan isimdir. Menu işlənməz. A-nı çıxıram. D-ni çıxıram. F-U işlənməz. B, C, E qalır. Sonra baxırıq ki, burada F-U işlənməz. Çünki bread-i yenə əvəz eləyəcək. Sonra B ilə C-yə baxanda deyir ki, sən çörək almısan. Xeyr, xeyr, mən var idi də, yəni var olmağına görə B var idi. B variantı. Sonra burada mürəkkəb tamamlıqdır. Made var. Made'dən sonra sadə forma gəlməlidir. To olmamalıdır. ING olmamalıdır. Burada yenə kökünün şəxsə görə dəyişib. D düzdür. E'də də ki, yenə ed var. Yenə şəxsə görə dəyişib. Burada Ego varsa when olacaq. Ego varsa when olacaq. Yəni bir zaman sualıdır. Ona görə A variantı. Bura baxırıq. Zamandır. When var. Richard keçmiş zamandadır. Ona görə digər tərəfdə keçmiş olmalıdır. Shine indiki zamandadır. Shining yenə is shining yenə indiki zaman. Shine is indiki zaman. Will gələcək zaman A variantı. Sonra holy müqəddəsdir. Birə C olur. Burada dinlə bağlıdır deyə. Dinlə bağlıdır deyə. 2-yə baxırıq. Unical, yəni tək nadir olandır. A variantıdır. Only kind. Nadir növdə elə bir ki. A. Purchase qiymətlidir. A lot of money. Nədir bu? B. Demək, cavab C variantı. Make up a sentence. Burada mübtədəmiz swapped qaydasıdır. Swapped nədir? Subject, mübtədə, verb, xəbər, object, tamamlıq, place, yer, time-da zamandır. İlk öncə baxırıq. Mübtədəmiz Paul'dur. 3. Paul, baxırıq ki, nə? Baxaq, swapped. Bizim xəbərimiz olmalıdır ki, Paul göndərdi. Nəyimiz, objektimiz a postcard. 3, 2, 1, 4, 5. Deyir ki, Paul göndərdi postkartı onun atasına. Ona görə cavab da olacaq E variantı. Sonra burada 8-ci sualda mübtədə xəbər uzlaşmasıdır. Bizdə and var. Baxırıq ki, yəni 2 dənə mübtədəmiz var. My sister və I. Yəni mənim bacım və mən. Mübtədəmiz ona görə cəm olmalıdır. Əmdir, vozdur, xəbər təkdir. 1, 2, cavab da A variantı. Sonra Torraj, Fortress. 9-cu sualda Torraj Z işlənir. Z işləndiyinə görə dayanın. A getdi. C getdi. Fortress'te sayılan bir isim olduğuna görə onun artiklı olmalıdır. A variantı. Yəni A, E artiklı qoyuruq. Cavab B variantı.
Əslində burada üstünə cavabı var. Sadəcə biz bilməliyik ki, ay ilə başlayan cümlələr səhv olacaq. Çünki mübtədə olduğu kimi davam eləmiş olacaq. Ay olan cümlələri çıxacaqdıq. Sonra baxırıq ki, bizim tamamlığımız hansıdır? Yəni əsas feildən sonrakı herdür. Herd bizə she kimi gələ bilər. Bir də ki, digər tamamlığımız da some colorful flowers. Ona görə o da götürülə bilər. Yəni give baxırıq ki, o yəni zamanımız keçmiş zamandadır. Ona görə was və yaxud were plus feil sifət olmalıdır. Burada verilən cavabların ikisi də düzdür. Əgər birdən 2-nin axırındakı by me və yaxud by to her by me onlar ola da bilər, olmaya da bilər. Əgər seçənəkdə varsa götürülür. Amma deyək ki, by-sız gəlsəydi o cavab səhv olacaqdı. Sonra demək bu əvəzlik sualdır. Əvəz eləmədə baxırıq ki, mən nə it sayı mənsimdir, tək sayılırdı ona görə. It qoyuruq. Books-dakı sayılanda deyə Z qoymuruq. Sayılan cəmdir. Z qoymuruq çünki cümlənin sonundadır. Biz bura qoymalıyıq obyekt. Ona görə it's them. Sonra bizdə burada bağlayıcı sualdır. Is or, neyzə, nor, bəzənd. Birincidə səhvdir ki, neyzə, no. Yox, birinci düzdür, neyzə, nor. İkinci səhvdir, is or. Üçüncü səhvdir, neyzə, nor. Is and is or olmalıydı. Was and olmalıydı. Cavabdakı variantı. Sonra sifətdir. Sifət də bilirik ki, əsas olanda sadə dərəcədə olmalıdır. Sonra burada baxırıq. Biz demişik ki, ili, ayı, günü dəqiq bəlli olanda 10 olur. Belə də məkan olduğuna görə, Atlantik okean məkan olduğuna görə in olur. Sonra bu qədər. Əldə olanlar bu qədərdir.